Salam qızlar, kanalıma xoş gəlmisiniz. Bu günlərim elə belə istədim vlog açım. Əslində heç həvəsim yoxdur. Bilmirəm, bu aralar heç nə çəkmirəm. O qədər iş görmüşəm, amma heç nə çəkmirəm. O qədər şey var idi çəkiləsi, amma bir dəfə də olsun kameranı əlimi götürməmişəm. Neydi qızım? İndi Nərgizlə oturmuşuq. Nazlını gözləyirik. Belə. Əlimdə 2 ya 3 dənə video var, hansı ki düzəldib paylaşmalıyam. Onları da düzəltməmişəm. Çoxdan çəkmişəm, təsəvvürləyin, yanvarın əvvəlləri. O dərəcədə. Düzü, bu aralar YouTube'dan getməyi çox fikirləşirəm. İstəyirəm kanalı dayandırım. Bilmirəm. Bir yandan sevirəm çəkməyi, bir yandan bu aralar istəmirəm heç nə çəkmək. Nəinki bu aralar fikir verirəm ki, son zamanlar ümumiyyətlə video çəkmək, vlog çəkmək, nə bilim, bir şeylər paylaşmaq kimi arzum yoxdur. Bəlkə həvəsdən düşmüşəm, bəlkə nəsə, amma bu aralar o deyil modum. Yəni istəmirəm. Bəzən həyatımı ümumiyyətlə heç kimlə paylaşmaq istəmirəm. Bilmirəm. Nə olacaq, necə olacaq, dayandıracağam mı, dayandırmayacağam mı? Bəlkə paylaşaram, gec-gec paylaşaram, bəlkə geri dönərəm, əvvəlki kimi vaxtında paylaşımlar eləyərəm. Hələ ki heç nə bilmirəm, hələ ki heç nəyə qərar verməmişəm. Hələ ki belə tərəzinin tam ortasındayam. Nə odur, nə budur. Can! Bu arada Nərgiz yerə qoyuram, artıq oyuncaqlar uzağa getdikcə oyuncaqların arxasınca gedir. Sürünə. Xadınokda çox gəzmək istəmir. İstəyir ki, elə onu yerə qoyum. O da elə oyuncaqların arxasınca düşsün. Nədir? Əsəbləşir. Niyə əsəbləşmirsən? Bacı nə verib sənə? Nazlı dərsdədir, birazdan gələcək. 15 dəqiqə sonra dərsdən çıxacaq. Haradasa 15 dəqiqə işləmişdə. Evdə olacaq. Qızım. Yeməyi bişirməliyəm. Nazlını gözləyirəm gəlsin. İmkan vermir. Gözündən yayınan kimi başlayır ağlamağa. Nədir? O dəqiqə başlayırsan ağlamağa. Heç ara getmirəm, buradayım. Burada dəsmal sərmişəm. Quruyar yəqin ki, götürəm. Evet, quruyub. Pastelləri, paltarları, ümumiyyətlə hər şeyi son zamanlar soyuq da olsa, nə də olsa əvvəl çölə asıram, sonra gətirib evə asıram. Çünki heç vaxt əvvəllər qoxu gəlməzdi mən evdə paltar qurudanda, amma indi evdə paltar qurudanda paltardan qəribə qoxu gəlir, belə nəm qoxusu. Ona görə evdə qurutmuram heç nəyi, hər şeyi çölə sərirəm. İndi də ipdə pastellər var. Quruyan fason olanda hansı ki havanın nəmliyi qalır üstündə, onu da gətirib evə asıram. Bu arada buradakı tülü dəyişdim. Bunu biz alanda, mən gəlin köçəndə elə bunu dəstləşdirib almışdım, amma bu mənim yataq otağımın həm tülü, həm də dekoru idi. Sonra başladım bunu salonun tülü ilə istifadə eləməyə, dekoru. Bunu da Nazlının otağına sərmişdim, asmışdım daha doğrusu tülü. Nəsə gözüm dəyişiklik istədi. Hələ ki istəmirəm pərdə falan almaqda. Biraz da köhnəldim. Ondan sonra inşallah. Nərgiz domb oldu. Ona görə saxladım videonu. Burada qapının üstünə də sərmişəm. Sonra göstərim sizə. Bunlar hamısı qurudu. Sadəcə havanın nəmliyi getsin deyə evə atıram. Biraz sonra qatlayıram. Mən sevmirəm nəmli, şəhli qatdalamağı. Burada dəsmal quruduram, burada pastel quruduram, burada Nazlının
Pakırvalı var. Pastelin falan dəyişmişəm, yuyulub. Ümumiyyətlə dünən o qədər iş görmüşəm ki, amma heç nə çəkməmişəm. Görüm, Nərgizlə işığı yandıra biləcəm. Nərgiz qucumdadır. Gecə Nazlın pastelini dəyişdim. Gündüz də başladım onları şeyləməyə. Baxın, bura sərmişəm. Bunları yumuşam dünənlərim qəşəng-qəşəng. Təzədən salmışam. Elə mən ütüləmirəm. Mən çoxdan izləyənlər bilir. Elə də sərirəm. Özü quruyur orada. Heç nə qırış falan da olmur. Qəşəng çiçək kimi. Öz ağırlığından düzləşir. Orada da yeni paltarlar var qurumağa. Nə necədir elə də çəkirəm. Pastelin üstünü bağlamamışam. Ona görə ki, pakırvalını atıb yumuşdum. Quruyub. Çox qəşəng material var bunun. Tez quruyur. Gətirdim ki, biraz da evin havasını alsın. Sonra day sabah örtərəm. Bugün keçdi. Artıq saat 5 olacaq. Nə gərək var. Sonra burada bir dənə stolun üstünü silməmişəm. Axşam Nazlı şəkil falan çəkib. Qalıb elə. Aşağıda salfetka falan görürəm. Onu indi görürəm hələ. Buranı siləcəm. Stolun üstü bizdə həmişə pis gündədir. Nazlı şəkil çəkir, nə bilim plastilin oynayır, neynir. Qara günə qalır. Yəni hər gün silmək lazımdır. Onu söndürək. Mətbəxim səliqəlidir, təmizdir. Yığışdırmışam. Yemək pişirəsiyəm, toyuq çıxartmışam. Belə burada heç nə yoxdur, sizə göstərəcəyim. Yataq otağında yenə qapıda dəsmal var. Buraları yığışdırmışam. Simistreçel almışıq. Ayaq yolu üçün su buraxır dəyişməyə. Onu quraşdırmaq lazımdır. Nərgizin yeri topludur. Bizim yerimiz topludur. Dediyim kimi pastellər falan dəyişmişəm. Burada da belə. Bizim evdə ən çox sevdiyim otaq bizim bu otaqdır. Çünki bura çox qəşəng işıq alır. Nazlının otağı da işıq alır. Nərgizi qucağımdan sürüşürdü. Biraz sizi hoplatdım. Amma bura bilmirəm. Nəsə elə bil ki, qeyri-adi işıq alır. Ya biraz genişdir deyə digər otaqdan ona görə mənə elə gəlir. Nəysə ki, bu otağın aurasını xoşlayıram. Belə bir ara aboyları çox məni sıxırdı, darıxdırırdı. İstəyirdim ki, tezliklə dəyişim, amma hava işıqlı olanda, hava belə xoş olanda gözümə batmır. Yəni artıq o kafada deyiləm ki, dəyişdirim, ay sıxır məni falan. Yəni sıxmır ürəyimi. Belə. Gecə görüntüsünü çox sevirəm mən buradan. Məni izləyənlər bilirlər çoxdandan ki, orada qəşəng mənzərə olur. Nərgizin dəsmalı. Hər yeri yığışdırmışam. Bir dənə buradır. Buradakı təbii olaraq Nərgiz oturduram oynayır ona görə. İndi bunları toplayım. Görüm, hadi nokta qalsa yaxşı olar. Mən də yemək hazırlayaram. Düşək, nəyə kesin bura? Kukuy. Alamadan nə olar? Anyaşım. Kuyuşum. Ağlama ömrüm. Herkesin oyuncakları. Hop. Hop. Aylamak olmaz. Aylamak olmaz. Gel gidek. Gidek appa pişirek. Gidek. Gel. 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 Buranın işığı sen. Neçə vaxt heç nə çəkmirəm. İstədim ki, aldıqlarımı göstərim sizə. Bizdə mətbəxdə var. İçinin bu daşlarının yarısı itib. Ona görə yeni daşlar aldım.
Ayhan markete getmişdim Zavratdakı, oradan almışam. Hər şeyin qiyməti o qədər. Hər şeyin qiyməti o qədər münasibdir ki, orada aşağı mərtəbədə olan nədir Nərgiz? Hı? İlişdin. Hı. Keç. Sonra bu ayakkabıları da oradan aldım Nazlı üçün. Nazlıda bunun çəhrayı rəngi var idi. Ayağına artıq olmur. 27 razmer idi. İndi 30 razmer almışam. Ay Nərgiz, nə olar eləmə də qızım. Nə olar axı, nə olar? Mən sənin əlindən bu zibili hara qoyum axı? Yerə qoyanmıram, göyə asanmıram. Hı. Qukuş. Ay qukuş. Hə, bunda 9 manat neçə qəpiyə aldım. Sonra bir dənə qayçı götürdüm. 2 manat neçə qəpiyə bunu almışam. Sonra 1 manat neçəsə qəpiyə bu oyuncağı almışam. 2 manata yaxın. Sonra Nazlı üçün bu işığı aldım. Bunun qiymətini qopartmamışıq. 6 manat 50 qəpik. Belə qəşəng işıqdır. Bu yana elirsən aşağısı yanır. Rəngli. Bu tarafa elirsən yuxarısı yanır və sönür. Sonra Nərgiz üçün belə bir su qabı götürdüm. Bunda 10 manat neçəsə qəpiyə aldım. Yadımda deyil neçə qəpiyə idi. Etiketində üstünün yapışqanında sökmüşəm. Belə normal bildiyimiz su qabıdır. Bunun bir şey də xoşuma gəldi ki, əlavə olaraq başlığı var. Məsəl üçün bu qabdan Nazlıya da almışdıq biz. Nazlının da vardı. Amma onunkində yox idi. Belə əlavə başlıq. Baxın, belə termos kimi istifadə eləmək üçün belə başlıq var, hansı ki, buradan açıb içirsiniz. Ay, yumuşam, içində su qalıb. Belə. Bunu açırsınız, bunu bağlayırsınız ora, termos kimi qapağını bağlayırsınız, все. Bu da çox qəşəngdir. Nazlı bunu xarab eləyibdir. Görün bu getsə Nazlınınkine, istəyirəm bunu ora bağlayayım. Ay can, niyə indi bağlaya bilmirəm? Papağın maşınında qalıb onun o su qabısı. İndi termos olmayanı istifadə eləyir. Nazlının termosunun başında bundan yoxdur. Nazlının yay termosunun indi əlavə götürdüyündə var. Ay Nərgiz, nə oldu baxın? Qoymuruq bir şey çəkməyə. Bir də Nərgizə niyə termos almışam desəz, Nərgiz soska istifadə eləmir. Nə əmzik qullanmır türklər demişkən istifadə eləmir. Nə də ki soskadan su, butulkadan su içmir. Bu arada Nərgizə karşok da almışam, amma hələ oturmur, otura bilmir. Baxın, su qabından su içir. Can. Amma soskadan, butulkadan istifadə eləyə bilmir, içəndə boğulur. Ona görə mən də ona pipetlə öyrətdim. Gördüm pipetlə rahat içir. Ona görə belə pipetli su qabı almışam ona. Və oradan içir. Can, yüzdən. Həm belə də çox qəşəngdir. İçi dolu, bütün günü hər dəqiqə su doldurmuram. Elə bir dəfə doldururam. Axşama kimi gedib gəl bunu içir. Nə axtarırsan? Şəkili buradadır. Və buradadır, burada. Şəkili buradadır. Döşən buradadır. Etiketi yaxşı təmizləyim gərək. Hə, aldın. Hə. Neyinsən? Özün içirsən? Hı, iç. Ağırdır. İç. Mən yenə bir işlər peşindəyəm, amma heç nə çəkməmişəm. Börək hazırlayıram. Burada süd, yağ, yumurta, su vuracağım, qarışdıracağım duz istiyotla. Makaron var. Bu dəfə belə biraz xəşil fason olub. Sonra burada ətlə soğandı. Bu niyə belədir?
Ət, sümüklü ətlərim var idi. Onları qaynatdım. Sularını götürdüm Nərgiz üçün buzluğa. Ətini də diddim. Blenderdan, daha doğrusu ət maşınından keçirdim. Sonra əlavə olaraq soğan soydum, qızartdım və onu da ət maşınından keçirdim. İkisini birdən. İndi bunu börəyin arasına eləyəcəm. Evdə lavaşım var. Həmən lavaşdan börək hazırlayacağım. Başımı falan bağlamışam ki, yemək qoxmayım. Bu arada bu günəbaxan yağıdır. Daha doğrusu simiçka yağıdır. Hə də günəbaxan. Simiçka yağıdır, amma təmiz simiçka yağıdır. Ləpələnmiş simiçkanı keçirirlər maşından, belə yağ halına düşür. Bunu da Keşli bazarında satırdılar. İndi Keşli bazarı köçdüyünə görə hara köçüblər, onu da bilmirəm. Ana, indi sen tapmaq istəyirəm. İyi, düzədir. Hı? Həri. Bəs nətər baxdın? Mətbəxə bomba atmışam. Burada 4 dənə də hələ bişir. İndi götürəcəm. O birisi listə yerləşməmişdi çünki. Burada toyuq qızartdım yaşatacağım. Sonra canım sizə desin. Alma piroqu hazırlayırıq. Nazlı almalarını düzür. İndi bunları yığışdırım. Bu da almalı kekimiz. Üstünə qəşəng pudra səpmək eləmədən Nazlı. Şəkər pudrası səpmək olar, amma məndə yoxdur. İndi onu da düzəltməyə. Görün bəlkə düzəldim. Aslında bu soymalıdır. 2 saniyə. Mətbəxdə çarə tükənməz. Nərgiz imkan versə. İndi bura pesok tökürük. İnşallah yerə yurda tökmədən. Tökdü. İnşallah tökməmiş. Baxadan evində. Fosyo oldu şəkər pudrası. Ərincəkliyin adı yoxmuş. İndi soysun, bundan səpim. Bu bizim kekimiz. Tən yarısını qaqaşa zəng elədim, gəlsin. Hələ xovqada olanda ki, gəlib apararsan, uşaqlar yatmamış yesin. Bu da börəklərim.